Salam olsun hər kəsə. Demək, uşaqlarımızdan bizə bir dənə belə sual gəlib ki, X2 müsbət iyonundakı yüklü hissəciklərin sayı ilə yüksüz hissəciklərin sayı uyğun olaraq 5-in 3-ə nisbətidir. Kütlə ədədi 56 olarsa, X2 müsbət iyonunun elektron sayını hesabla. Biz bilirik ki, X2 deməli, müsbət iyonunda nə deməkdir bu? Bu, 2 dənə elektronun itirmək deməkdir. Yəni burada proton sayını burada yazsaq, kütlə ədədini burada yazsaq, neytron sayını burada yazsaq, elektron sayını burada yazsaq. Nədir? Proton sayı nədir? Normalda elektron sayına bərabərdir. Bunu da bilirik. Amma bu normal deyil. Bu 2 dənə elektron itirib. Yəni burada elektron bərabərdir proton minus 2. Bunu bildik. Və məsələdən də onu bilirik ki, burada kütlə ədədi, yəni A-sı bunun 56-ya bərabərdir. Markerimizdə yazmadı. Markerimizi deyək. Deməli nədir? A-mız 56-ya bərabərdir. Yəni kütlə ədədimiz. İndi biz bunu necə eləyəcəyik? Kütlə ədədimiz 56-ya bərabərdir. Neytron sayını tapanda nə edirik? Neytron sayını tapanda kütlə ədədindən proton sayını çıxırıq. Yəni neytron bərabərdir kütlə ədədi 56-dır zaten. Çıxırıq proton sayını, tapırıq neytron sayını. Bu da bizə məlumdur. İndi deyir ki, yüklü hissəciklərin yüklü hissəciklərin sayı ilə yüksüz hissəciklərin sayı uyğun olaraq 5-in 3-ə nisbəti kimidir. Yəni yüklü hissəciklər nədir? Protonla elektron deyil. Bizim proton sayımız P, elektron sayımız isə P-2 ilə göstərilir. Yəni proton plus P-2 bölünsün neytrona. Neytron yüksüz hissəcikdir axı. Neytronu da 56 minus P kimi yaza bilərəm də. Çünki neytron ona bərabərdir. Yazıram nə? 56 minus P. Bərabərdir 5-in 3-ə nisbəti kimi demir. Və salam, tənliyi həll edirik. Deməli, necə yazacaq bunu? Bu da olacaq 2P, bunları toplayacaq. 2P minus 2 bölünsün 56 minus P bərabərdir 5-in 3-ə nisbəti kimi. Və salam. Buradan da 6P minus 6 bərabərdir. 5-ə 56-ya vuranda 5, 6 minus 5 və 280 minus 5P 280 minus 5P. Buradan da 5P gəldi bu yana. Oldu nə? 11P bərabərdir 286-ya. Buradan da P bərabərdir 26-ya. Və salam, sənin burada proton sayın 26-dır. Və 2 dənə elektron verib axıb, 2 dənə elektron itirib. Deməli, proton sayın 26-dırsa, elektron sayın neçədir? 26 minus 2. Yəni, bu da 26-nın yerinə 26 qoyarsan, 26 minus 2 bərabərdir 24. Deməli, sənin buradakı məsələnin cavabı 24 imiş. Ümid edirəm ki, məsələ hər kəsə aydın